savaşçı bir millət olmuşuq tarix boyunca və bir neçə savaşlarda olmuşuq. Düşmən bizi yox, bizə gələn təminatı daha çox vururdu. Ona atdığı mərmi səhvən özünə də zərər yetirə bilərdi. Ani bir təmas oldu, gözləmədiyimiz bir təmas oldu. Çünki düşünün, belə təpəni qalxanda üz-üzə çıxdı, belə bir vəziyyət yarandı. Təhlükəli. Çox təhlükəli bir hal idi. Həmin yüksəkliyi biz ələ keçirdik və o yolu nəzarətdə saxladıq. Tank ilə raket sistemi olan kornet atıldı və həmin kornet mənim yanıma düşməsi nəticəsində ağır yaralandım. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bugünkü qonağımız ehtiyatda olan mayor, bizim dəyərli dostumuz İlkin Ağazadədir. Xoş gəlmisən İlkin. Xoş gördük. İlkin Ağazadə bizi izləyən tamaşaçı üçün kimdir? Mən ehtiyatda olan mayor Ağazadə İlkin Abduloğlu. 15 ilə yaxın müddətdə Azərbaycan ordusunda xidmət eləmişəm. Bu xidmət dövrümün xüsusiyyət və kəşfiyyat bölmələrində olub. Bu dövr ərzində bir neçə xüsusi əməliyyatda və kəşfiyyat əməliyyatlarında, o cümlədən snayper fəaliyyətində iştirak eləmişəm. 44 günlük Vətən müharibəsində iştirakçı olmuşam, həm müharibə dövründə yaralanmışam. Müharibədə aldığım xəsarətlərdən sonra bir müddət təlim mərkəzlərində təlimatçı olaraq fəaliyyət göstərmişəm. Keçən il isə artıq yenə sağlamlıqla bağlı olaraq ordudan ehtiyata ayrılmışam. Hal-hazırda ehtiyatdayım. 44 günlük Vətən müharibəsindən öncə İlkin Ağazadə haradaydı? Hansı xidmətlərdə idi və bu müharibənin olacağını gözləyirdimi, düşünürdümü? Hansı təsəvvürləri var idi? Müharibədən öncə mən xüsusiyyətli bölüyün komandiri idim. Beyləqanda yerləşən hərbi hissələrin birində kəşfiyyat taburunun nəzdində olan xüsusiyyətli bölüyün komandiri idim. Tabiçində olan heyət hamısı professional heyət, yəni zabit gizirlərdən ibarət idi. İşimiz kəşfiyyat olduğu üçün əlbəttə düşmənin canlanması ilə bağlı, düşmənin yer dəyişməsi ilə bağlı, fəaliyyətlərlə bağlı məlumatımız var idi. Bunlar da hamısı müharibənin başlayacağını və yaxud da bir xüsusi əməliyyatın başlayacağını göstərirdi. Əlbəttə ki, Azərbaycan ordusu olaraq biz qarşı tədbirlərə başladıq. Bunun üçün hazırlıq tədbirləri gördük. Ancaq bunun tarixini bilmirdik, nə vaxt olacağını bilmirdik. Savaşı başladan biz olmadıq, düşmən tərəf oldu. Amma hazır dövrümüz davam edirdi. Müharibədən öncə də bizim, yəni bu məlumatlar olmadan öncə də bizim hazırlığımız var idi. Sadəcə artıq düşməndə canlanma gördüyümüz üçün bu hazırlığı daha da artırdıq və konkret şəkildə bir istiqamət üzrə yönləndirdik. Düşmən hücumu olarsa, əks hücum tədbirlərini necə planlayacağıq? Bunu yuxarı komandanlıq tərəfindən planlandı və biz aşağı bölmələrə çatdırıldı. Biz də bu istiqamət üzrə təlimlərə başladıq. Müəyyən əksik avadanlıqlarımız var idisə onları təmin elədik və yaxud da sayını artırdıq. Bu şəkildə hazırlığımız davam edirdi. Amma dediyim kimi, tarix bəlli deyildi, hadisələr bəlli deyildi. Təbii ki. Hətta ilk savaş bəlirtisi, yəni xatırlayırıq, iyul ayında Tovuz istiqamətində oldu. Bu özü bizi bir çaşqınlıq yaratdı. Çünki Tovuz istiqaməti dövlət sərhəddi idi. Orada Qarabağ, orada elə bir münaqişə yox idi, dövlət sərhəddi idi. Və bu özü bir çaşqınlıq yaratdı bizdə. Sonradan biz informasiyanı dəqiqləşdirəndən sonra anladıq ki, düşmənin təxribat niyyəti daha böyükdür. O bizim təbii resurslarımızın xarici ölkələrə yayılması ilə bağlı, onların idxalı ilə bağlı müdaxilələr eləmək istəyir. Həmin istiqamətdə bizim neft kəmərinə hücum etmək istəyir, o istiqaməti bağlamaq istəyir və s. və s. Bu kimi informasiyalar yayıldı və biz artıq düşmənin mənfur niyyətinin nə qədər irəli səviyyədə olduğunu, bunun bizə hansı belə deyim problemlər gələcəkdə yarada biləcəyini gördük. Və bu baxımdan tədbirlərimiz daha da genişləndi. Amma yenə də biz tarix bəlli deyildi. Amma 27 sentyabr bizə artıq, daha sonra 26 sentyabrda artıq bizə bəlli oldu ki, düşmənin canlanması var. Düşmən fəaliyyətləri başlaması yaxındır. Bir neçə gün ərzində olacaq və 20-ci səhər saatlarında artıq düşmənin artilleriya atışı başladı və nə üzücü ki, bu atış biz əsgərlərə yox, sivil əhaliyə qarşı, ön xəttə yaxın olan əhaliyə qarşı belə deyək törədildi. Bu əlbəttə müəyyən mənada bizdə vəzifə borcu ilə paralel olaraq bir nifrət hissi, bir kin hissi yaratdı ki, yəni əsgərin əsgərə güllə atması qəbul olunan bir haldır. Çünki nəticədə düşmən bölməsi əsgərlə düşmən ünsur olaraq görürsən. Əsgərlə döyüşər əsgər. Amma əsgərin mülki vətəndaşlara, sivil insanlara atəş açmağı, onlara hər hansı bir təxribat törətməsi, onlara zərər verməsi bu həm beynəlxalq hüquq olaraq qəbul olunan bir şey həm deyil, etik olaraq əxlaqi olaraq əxlaqi baxımdan da qəbul olunan bir şey deyil. Bu səbəbdən də yəni bu bizdə daha da bir motivasiya yaratdı. Düşmənə qarşı olan nifrətimizi, kinimizi daha da artırdı və Ali Baş Komandanın əmri, ondan gələn əmrlərə uyğun olaraq digər bizim rəhbərlərimizin əmri və
hücum əməliyyatları, əks hücum əməliyyatları artıq başlamış oldu. İşin siyasi tərəfini biz bilirik ki, Prezident İlham Əliyev dəfələrlə bəyanat vermişdi ki, əgər danışıqlar yolu ilə bu torpaqlarımızı biz geri ala bilməsək, hərbi yolla biz torpaqlarımızı azad edəcəyik. Və bu istiqamətdə ordu quruculuğuna müəyyən vəsaitlər ayrılırdı. Bu istiqamətdə müəyyən islahatlar aparılırdı. Biz bunu kənardan müşahidə edirdik. Sən isə ordunun içində idin. Yəni ordunun içində olan birinin, yəni müharibəyə qədər olan ki müddətdə, deyək ki, son 5-10 ili nəzərdə tuturam. Ordunun içində olan biri üçün praktiki olaraq bu islahatlar, bu ordu quruculuğu, bu modernizasiya, bu təlimlər hansı səviyyədə idi? Yəni sənin gözündən vəziyyət nə cür idi içəridən baxanda? Hər yerdə olduğu kimi orduda da əsas olan liderlərdir. Yəni komandir heyətidir. Buna görə hazırlıqlar hər zaman komandir heyətindən başlayır. Yəni, yüksək səviyyədə. Bəli, komandir hazır olduğu halda o öz hazırlığını özündən aşağıdakı heyətə ötürə bilər. Bu baxımdan ilk öncə hazırlıq zabitlər səviyyəsində başladı. Sonra aşağıya doğru gizirlər və s. bu şəkildə davam elədi. Əsas məsələn götürdüyüm ünsürlərdən biri bu ola bilər ki, Azərbaycan ordusunun zabitləri, o cümlədən gizirlər, digər hərbi qulluqçuları məsələn xarici ölkələrdə dövlət hesabına aldığı təhsillər var ki, o zabitlərdən biri də mənəm. Türkiyə, Rumıniya, Pakistan və s. xarici ölkələrdə təhsil almışam. O cümlədən bizim kimi digər zabitlər başqa ölkədə, həmin ölkələrin olan o ölkələrdə olan orduların təcrübəsi olsun, onların taktikası olsun, döyüş qabiliyyəti olsun, onlarda olacaq döyüş təcrübələrini qazanıb, burada bizim orduda yeni zabitlərə, özümüzdən aşağıda olan digər hərbi qulluqçulara bunu aşılamaqdan ibarət idi. Digər tərəfdən mütəmadi olaraq orduda istər əşya geyim olsun, istər qidalanma olsun, istər silah-sursat olsun, bunların yenilənməsi və artması, yəni sayının artması ilə bağlı tədbirlər görülürdü. Bunlar əlbəttə ki, ordunun inkişafına və özgüvənə, yəni orduda olan özgüvənin artmasına böyük bir təsir göstərirdi. Çünki belə bir şey var, hazırlıqlı ordu demək pul deməkdir. Yəni bir ordunun güclü olması üçün ona pul xərclənməsən, bu düz məntiqdir. Bunun başqa bir yolu yoxdur. Bir əsgər nə qədər hazırlıqsa, demək ki, ölkəsi ona çox pul xərcləyir. Bizim ordu da o şəkildə, yəni bizim hərbi büdcəmizin artması, əsgərlərimizin hazırlığının artması deməkdir. Burada dediyim kimi yeni silahlar, yeni texnologiyalar bu savaşda da özünü göstərdi. Və döyüş tapşırığında effektiv yerinə yetirilməsinə bəli, təbii ki. Çünki birinci növbədə döyüş təlimləri hər zaman real döyüşü %100 əvəzləməsə də biz bacardığımız qədər zabit heyəti, o cümlədən bizim komandirlərimiz təlimlərimizi döyüş şəraitində maksimum yaxın eləməyə çalışırdılar. Bu çox xüsusi imitasiya vasitələri istifadə olunurdu, boş güllələr olsun, xüsusi səs partlayıcılar olsun və s. hərbi texnikalar olsun. O cümlədən də yeni texnologiyalardır. Çünki müasir döyüş texnologiya deməkdir. Bəli, emosional duyğular hər zaman var. Vətənə sevgi olsun, belə deyim, bu yoldaşa qayğı olsun, yanındakı yoldaşı qorumaq instinkti olsun və s. Bunlar hər zaman var, hər zaman da olacaq. Bizim bir kökümüz var, bir tariximiz var ki, bir savaşçı bir millət olmuşuq tarix boyunca və bir neçə savaşlarda olmuşuq. Amma müasir dövrün tələbi texnologiyadır. Sən texnologiya ilə üzləşməsən, o texnologiyanı öz orduva balanslaşdırmasan, ordunu ona uyğun olaraq yetişdirməsən, o zaman emosional duyğuların belə yetərsizliyi baş verəcək. Bunlar vəhdət olmalıdır. Həm emosional duyğularımız olmalıdır, vətənə sevgimiz olmalıdır, qayğımız olmalıdır, üstəgə əlimizdəki texnologiya olmalıdır. Və bu texnologiya da özünü göstərdi. İstər pilot uçuş aparatları olsun, istər xüsusi taktiki raketlər olsun, o cümlədən hərbi qulluqçuların fərdi olaraq geyim dəsti olsun, silahı olsun, istifadə etdiyimiz gecə görüş cihazları, termal cihazlar, xüsusi qida vasitələri, hansı ki, düşmən dərində olarkən bunlar da çox vacib tələblərdir. O cümlədən kommunikasiya və təminat məsələləri var. Yəni lojistik təminatımız da çox vacibdir. Çünki biz belə deyək, irəlilədikcə logistik olaraq təbii ki, əsgər təmin olunmalıdır. Çünki əsgərin məsələn bir gün az qala bilərsən. Bir sözüm yoxdur. Bu 2 gündə qalarsan. Normal olan şey. 2 gün də ola bilər. Normal haldır. Amma 3, 4 və s. artıq bu problemdir. Və burada təkcə qida söhbəti deyil. Bunun suyu var, qidası var, tibbi vasitələri var və ən əsası istifadə edilən silah-sursat var. Çünki bu belə deyim də torpaq deyil də yerdən götürüb oraya əlavə edirsən. Yəni ağacdan budaq kəsmirsən. Yəni bəli, yəni yerdə bitmir ki, eyb yox. Ac qalarsan bir meyvə yeyərsən, bir yarpaq yeyərsən, vəhşi heyvan ovlayarsan. Bunu eləmək olar ki, eləmişik də dəfələrlə olub təlimlərdə və döyüşlərdə. Amma
Sursatdır, qumbaradır, tibbi vasitədir. Bu yəni yerdən tapılan bir Bəli. şeydir. Bəli, bəzən olurdu öldürdüyümüz düşmənin, ələ keçirdiyimiz düşmən mövqeyində düşmənin sursatı bizim sursata uyğunsa istifadə edirdik. Bu hallar dəfələrlə təbiidir, hər yerdə olur bu. Bütün dünya tarixində, taktikasında olan bir şeydir. Amma hər zaman bu baş vermirdi. Yəni bəzən Təbii. olub ki, təminat gəlməkdə çətinlik çəkir. Bu da normal bir hal. Çünki döyüş şəraiti elə bir şəraitdir ki, və düşmən çox ağıllı bir taktikadan istifadə edir. Bunu da mən burada etiraf eləməliyəm ki, düşmən bizi yox, bizə gələn təminatı daha çox vururdu. Çünki biz həm çox yaxın idik. Ona atdığı mərmi səhvən özünə də zərər yetirə bilərdi. Bu faktor da var. Düzdür, bu cüzi bir faktor da olsa, bu faktor da var. Digər tərəfdən o bizi qismən yarım mühasirədə saxlamaq üçün gələn təminatı vururdu. Amma bizim əsgərlər sağ olsunlar bu logistik sistemi, bu təminat sistemini çox gözəl təşkil etmişdilər. Yəni canları, qanları pahasına sözün əsl mənasında. Bəzən o təminata gələn əsgərlərdən də şəhid olunur oldu, yaralanan oldu. Amma az belə olsa, minimum səviyyədə belə olsa gətirib bizə çatdırırdılar. Biz orada belə deyim də bu məhdudiyyətləri yaşamadıq. Bəli, yaşasaq da bu məhdudiyyətlər çox qısa oldu və dediyim kimi, yəni ən qısa vaxtda, çünki təlimlərdə bunu məşq eləmişdik. O cümlədən dediyim kimi düşmənin kommunikasiya sistemləri vardı ki, bilirsiniz də müharibədə belə bir şey var. Hər şey radio idarə etməyə bağlıdır. Əmrlər hamısı radio vasitələrlə, radio stansiyalarla və s. bu vasitələrlə olur. Və belə bir şey var ki, düşmənin bizim radio stansiyasını susturmaq üçün xüsusi vasitələri vardı və yaxud da qarışdırmaq üçün. Bu vasitələr bizdə də var əlbəttə və bu vasitələr müəyyən yerlərdə problem yaradırdı. Amma yenə də bizim belə deyim, bununla bağlı mübarizə üsullarımız vardı, vasitələr vardı. İndi efirdə hər şey deyə bilmədiyim bəzi vasitələr əlbəttə. Bu vasitələrdən istifadə edib düşmənin o plenləmə sistemlərini, əks radio kəşfiyyat sistemlərini sıradan çıxardırdıq və dediyim kimi bunlar hamısı öncədən təlimlərdə qazanılmış, aşılanmış bacarıqlar idi və dediyim kimi yenə texnologiyanın üstünlüyüdür. Yəni müharibədən qabaq bütün o lazımi cihazlar, rabitə, informasiya vasitələri, silah-sursat hamısı təmin olunmuşdu artıq. Yəni Bəli. ordu buna hazır idi. Bəli, hazırdır. Bunu demək istəyirəm. Gələk əsas məqama biz vaxt məhdudiyyətini də nəzərə alaq. Həyatlar zamanı İlkin Ağazadə hardaydı, nə edirdi, hansı formada xidmət göstərirdi? Bu xüsusi əməliyyatlar başladı 27 sentyabrdan. Biz 26 sentyabrdan artıq düşməndə canlanmanı bildikdən sonra bizim yuxarı komandanlıq artıq bizi düşmənə yaxın olaq deyə ön xəttə yaxın yerlərdə yerləşdirmişdilər. Əks əməliyyatları başladığı zaman mən dediyim kimi kəşfiyyat taburunun xüsusi təyinatlı kəşfiyyat bölümünün komandiri idim. Rütbəm vaxtı kapitan idi. Tabeçində də xüsusi hazırlığı yüksək olan hərbi qulluslar ki, bunların hamısı zabit və gizli rütbəsində olan belə hərbiçilər idi. Və biz Füzuli istiqamətində, Füzulinin Kənd Horadi istiqamətindən şərti adı Yassıtəpə olan yüksəkliyə hücum elədik. Həmin yüksəkliyin strateji önəmi ondan ibarət idi ki, o istiqamət üzrə ən yüksək yeri idi və Kənd Horadi istiqamətindən Cəbrayıl, o cümlədən Hadrut istiqamətində gedən yolu nəzarətdə saxlayırdı. Və bu gün də həmin istiqamətdən gedən yolu, yəni belə doğru dildə desək, həmin yüksəkliyi biz ələ keçirdik və o yolu nəzarətdə saxladıq. Yəni yüksəkliyi burada yol tam həmin yüksəyin altından keçir. O yüksəkliyi biz ələ keçirəndən sonra məruz elədik. O yüksəyi ələ keçirərkən bundan bağlı bir video da var. Bizim oradakı gizirlər çəkib paylaşıblar, bayrağı sancırlar, tərsu içindədirlər və s. Düşməndən 14 nəfər öldürdük. Bizdən heç itki olmadı. Bir nəfər gizirimin güllə dəymişdi. Daş barmağını belə kəsmişdi. Yüngül bir cızıq da belə deyək. İtkimiz yox idi. Orada biz düşmən mövqeyini yoxladıq. Ondan sonra arxada bir düşmənin bölüyünün dayaq məntəqəsi vardı. Oraya irəlilədik, oranı da ələ keçirdik. Orada artıq qaçmışdılar. Hətta 4 dənə avtomat yadımda qaldı. Bir də 60-lıq minatan yerdə qalmışdı. Bir dənə də maşın qalmışdı orada. Tərk edib getmişlər artıq. Sonra biz irəlilədik. Mən əlaqəyə çıxdım komandirlə. Komandir ki, dayanmayın da irəli. Saat olar 1-2 arası civarı idi və irəlilədik biz bir yüksəklikdə, açıq bir yüksəklikdə düşmənə təmasa girdik. Çox belə deyim, ani bir təmas oldu, gözləmədiyimiz bir təmas oldu. Çünki düşünün belə təpəni qalxanda üz-üzə çıxdıq, belə bir vəziyyət yarandı. Və təhlükəli təbii. Çox təhlükəli bir hal idi. Sadəcə orada bizim üstünlüyümüz orada oldu ki, mən komanda verdim, bizim gizirlərdən 2 nəfər, 4 nəfər üzr istəyirəm, vaxtında yüksəkliyə çatdı. Əgər düşmən yüksəkliyə çatsaydı bizim üçün vəziyyət pis olacaqdı. Bizim gizirlər yüksəkliyə çatdı, mövqeyi biz ələ keçirdik. Orada düşmənlə təmasa girdik. 26 yoxsa 29 nəfər, tam xatırlamıram rəqəm, düşməndən öldürdük. Bizdən mənim bir gizirim Məmmədov Emin Vətənoğlu şəhid oldu. Bir zabitim, 2 gizirimsə yaralandı. Biri yüngül, ikisi ağır yaralandı. Onları təxliyə elədik, amma yüksəkliyi ələ keçirdik. Yüksəklik qaldı bizdə.
Təxminən biz artıq 4 kilometrə yaxın düşmən dərinlinə girmişdik. Mən təkrar əlaqəyə çıxdım ki, bu yüksəkliyi almışıq. Yüksəklik almanın orada önəmi oldu da, rol oynadı, yəni düşmənin daha çox itki verməsi bizim. Əlbəttə, təsəvvür edin ki, yəni biz o qədər irəliləmişdik ki, düşmənin növbəti mövqeləri bizdən geridə idi. Və biz bunun fərqində deyildik. Mən dediyim kimi rəhbərliyə əlaqəyə çıxdım radio stansiya vasitəsilə. Vəziyyət budur. Biz bu nöqtədəyik və qəti şəkildə dedilər ki, gözləyin, digər bölmələrdə sizə çatsın, siz daha da irəliləsəz düşmən dərinliyə gedəcəksiniz. Daha təhlükəli və mühasirəyə düşə bilərsiniz. Biz də orada qaldıq. Sonra bizim bölmələr irəliləyəndən sonra təkrar hücumu davam etdirdik. Dediyim kimi Füzuli istiqamətində ilk dəfə döyüşə başlamışam. Oktyabr ayının 1-də düşmənin tank ilə raket sistemi olan Kornet atıldı və həmin Kornet mənim yanıma düşməsi nəticəsində ağır yaralandım və bir müddət döyüşlərdən belə deyək, müalicə alma məqsədi uzaqlaşdırıldım. Müalicəmi davam olundu xəstəxanada. Qismən sağaldıqdan sonra təkrar döyüş əməliyyatlarına qatıldım. Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam elədi. Noyabrın 7-si Qubadlı istiqamətində təkrar ikinci dəfə düşmənin güllə, yəni odlu silah yaralanması oldu sol ayağımın bu nahiyəsindən və belə deyək də bununla da mənim 44 günlük müharibə dövrüm deyək bitdi. Mən təkrar qospitala təxliyə olundum və qospitalda olan müddətdə artıq sülh bağlandı. Hətta mən o belə deyək cənab prezidentdən Vladimir Putinin o kapitulyasiya haqqında imzalamasını həmin gün biz canlı izlədik. Xəstəxanada belə efirdən izləyirdik. Bütün oradakı qazilər, oradakı tibbçiləri, orada könüllülər var idi, sonra gənclər, çoxu belə deyək də oranın vətəndaşları idi. Könüllü olaraq biz indi yaralı olduğumuz üçün əynimizi dəyişməyə, müəyyən qidalama və s. bu kimi şeylərə kömək edirdilər. Hamımız bir yerdən anlatıla biləcək bir mənzərə deyil də, o ifadə olunacaq bir şey deyil ki, biz orada o qələbəni izləyirdik. Əməliyyatlar bitdi, amma bizim işimiz bitmədi. Çünki düşmənin bəzi yerlərdə qırıq-qırıq, belə sözümdə kobud çıxsa da qırıq-qırıq bölmələri qalmışdı. 5 nəfər, 6 nəfər, 10 nəfər və s. bu şəkildə. Və biz onları təmizlənməsi üçün təkrar kiçik əməliyyatlara davam elədik. Çox üzr istəyirəm, bu nə cür bir hissi? Yəni çox qısa istəyirəm bu barədə ki, sən obraz olaraq deyirəm də, dünən mən orada savaşıram, düşmənlə üz-üzəyəm, an məsələsidir, hər an ölə bilərəm, şəhid ola bilərəm və s. öldürə bilərəm və bu gün hospitaldayam, hərbi hospitalda və orada Ermənistan kapitulyasiya aktını imzalayır və hətta baş nazir qoşula bilmir. Çünki bu, yəni müxtəlif təbii ki, bu mövzuda şərhlər var, o mövzuya hələ girməyək. Təbii ki, o da cənab prezidentin də o qürur hissi ilə bəyanatları, imzanı atması sənin gözündən nə hiss edirdin, yəni? Sən ona baxanda hansı hissləri keçirdin? O qədər qürur verici bir duyğudur. Biz həmin gün terapiya şöbəsində, travmatologiya şöbəsində yatırdım, müalicə alırdım. Mənə yazdılar ki, uşaqlar ki, komandirçi təbrik edir, çox sağ olun və s. belə təbrik mesajları gəlir. Mən də anlamıram. Çünki iynələr və s. biraz yorğun haldayam. Və soruşdum nə olub? Təxminən saat 10-11 arasında dedilər ki, düşmən təslim olub. Necə təslim olub? 20 dəqiqə bundan uşaqlarla danışdım. Yəni orada əməliyyatlar davam edir. Belə. Medsestralardan yoxsa tam xatırlamıram, həkimlərdən birindən soruşdum ki, televizor harda var? Dedilər bir dənə televizor, o da cərrahiyyə şöbəsindədir. Hamımız yığışdıq ora. Təsəvvür edin, biz özü demişdik saat 1-də, saat 3-ə qədər çəkdi. Hamımız belə oturmuşuq, kimi yerdə oturub, hər bir yanda baxırıq. Öncə xatırlayırsınız Vladimir Putinlə cənab prezident rus dilində danışdılar. İmzalar atandan sonra Vladimir Putin efirdən çıxdı. Cənab prezident biz xalqa müraciətə başladı. Dediyim kimi, yəni o qədər möhtəşəm bir duyğu idi. Yəni çəkdiyim əziyyət, bədənim yəni ağrıyır, amma o hiss eləmirsən də o ağrını. Yəni belə deyim də, o an nə bilim, bəlkə ayağım qopmuş olsa belə, nə bilim gözüm görməsə belə və yaxud da belə deyim də ən bərbad vəziyyətdə olsam belə fiziki olaraq söhbət gedir, umurumda deyil də. Hətta cənab prezident bitirəndən sonra çıxışını mən otağa getdim, otaq boş idi. Bir 7-8 dəqiqə, 10 dəqiqə tam xatırlam ağladım. Sevinç göz yaşları əlbəttə. Bildiz rəsmən belə içimdə bir şey var idi da, yəni düşünə ağlayırdım. Yəni ağlıma gələn o xatirələrlə belə də ağlayırdım. Coşub daşıma. Yəni dediyim kimi də ifadə olunacaq fikirlərdir və bu anda çöldən fişənglər partlamağa başladı, səslər gəlməyə başladı. Zəfərin qeydləri. Bəli, sonra da mənim ki bu Azərbaycan hər yerində olub. Təsəvvür edin, tanımadığımız adamlar palataya girirlər. Hərə bir şey gətirib, hədiyyə, kimi şirniyyat, kimi meyvə, kimi içki, qucaqlayırlar bizi və s. İndi hərbiçilər bilinir. Zaten o dövrdə mülki xəstəxana ancaq hərbiçiləri qəbul edirdi. Və belə deyim də, belə bir sevinç, coşqu hər yerdə saat 9-a işləmiş, xatırlayıram ki, səhərə yaxın 9-a işləmiş. Yəni artıq
ara sakitləşdi və biz yata bildik. Çünki iynələr biraz sakitləşdi, ağrını azaltmaq üçün Bəli. iynələri də yatmaqda istəyirsən, bədən ağrıyır. Amma insanlar da qıra bilmirsən ki, gedin burdan yatın, mən belə bir ifadə edə bilmirsən. Və dediyim kimi də, yəni bütün o hamı belə bir vəziyyət yaranmışdı. Çox müthiş bir duyğu idi. Ondan sonra işte evdəkilərə də deməmişdim mən yaralandığımı. Sonra evdəkilərlə danışdım və s. və s. Bir gün sonra səhv xatırlamamsa mənə xəstəxanadan dedilər gedə bilərsən. Ondan sonra qayıtdım mən Qubaldıya, sonra oradan Hadrut'a və s. fəaliyyətlərimiz davam elədi. Hərbi əməliyyatlar bitdi. Xüsusi hərbi əməliyyatlar bitdi və sən hansı istiqamətdə hərbi fəaliyyətlərinə və yaxud da xidmətlərinə davam elədin? 44 gün bitəndən sonra belə hərbi əməliyyatlar bitəndən sonra dediyim kimi bizim əməliyyatlar tam olaraq bitmədi. Çünki xüsusi həyatlı və keşif bölmələri fəaliyyətlərini davam etdirirdi. Burada əsas fəaliyyətlər düşmənin yaşayış məntəqələrində axtarışları idi. Müəyyən şəhidlərimiz var idi. Həmin şəhidlərin düşməndən geri alınması, düşmənin bizim tərəfdə olan cəsədləri var idi. Onların qızıl xaç vasitəsilə yığılıb, bəli, təhvil təslim olunması. Məsələn, hətta belə bir şey oldu. Hadrut istiqamətində biz 5 nəfər erməni əsiri götürdük. Həmin əsirləri dindirdik və s. Sonra dövlət təhlükəsizlik xidməti gəldi, ümumi uzlaşdıq. Onların bələdçisi, yəni erməni əsirinin birinin adı Narik idi, bu günə qədər yadımdadır. Bələdçilik vasitəsilə düşmənin 32 nəfər cəsədini tapdıq. 34 tam xatırlamıram. Və bizim 17 şəhidimiz Laçında düşməndə qalmışdı. Laçın istiqamətində düşməndə qalmışdı. Biz həmin 32 cəsədi Şuşada bizim 17 şəhidlə dəyişdik. Yəni onların 32 cəsədini verdik. Qızıl xaç vasitəsilə bizim şəhidləri aldıq və indi o protokol üzrə şəhidlər ailələrinə təhvil verildi. Bəli, şəhidlər hər zaman baş tacımızdır, amma bir valideyn üçün düşünürəm ki, övladını ən azından o da bizim üçün bir başarıdır ki, yəni naaşını belə, yəni bədəni ölsə belə, həlak olsa belə, şəhid olsa belə o tərəfdə qoymadıq. Nəşi o tərəfdə Bəli, yəni gözü yolda qalmadı. Belə Lori dedisi anasına, atasına təhvil verdi, ailəsinə təhvil verdik. Və bu minvalla davam elədik. Yenə də əməliyyatlarımız davam elədi. Bəzən düşmən o dediyim kiçik qrupların atışmaları da olurdu. Şəhidlər verirdik, yaralılar verirdik. Ta ki mən öz adıma deyirəm 2020-ci ilin iyun ayına qədər, yəni bu fəaliyyətlərdə iştirak elədim. Bu fəaliyyətlərdə Laçın istiqamətində olduq, Qubaldı istiqamətində olduq, Zəngilan istiqamətində, Xocavəndin Hadrut qəsəbə istiqamətində çox olduq. 2021-in 10 iyunu olar. Bəli, 2020 iyununa qədər fəaliyyətim davam elədi. Ondan sonra sağlamlığımla bağlı mənim artıq yaralanmağıma bağlı olaraq ordudan, daha sonra döyüş bölmələrindən çıxarıldım. Cənab prezidentin əmri ilə komando birlikləri yaradıldı. Burada sənin konkret olaraq rolun nə idi? Savaş göstərdi ki, müasir döyüş mobil qrupların fəaliyyətidir. Yəni kiçik qruplar, amma hazırlıqlı qruplar. Çünki savaşda xüsusiyyətli qrupların və kəşf bölmələrinin rolu çox geniş şəkildə oldu. Bəli, burada hər kəsin əziyyəti var, zəhməti var, amma mövzu nədir? Dağlıq ərazilərdə, çətin keçilən ərazilərdə mobil qrupların fəaliyyəti daha yüksəkdir və daha effektivdir. Bu səbəbdən Azərbaycan ordusunda yeni bir təşkilatlanma yaratdılar və bunu Türkiyə ordusunun model olaraq götürdülər ki, komando bölmələri və həm 2020-ci ilin iyun ayından etibarən cənab prezidentin sərəncamı ilə komando sistemi yaradıldı və komando bölmələri yaradıldı. Əlbəttə mən onların sayını burada deməyəcəm. Komandoları yetişdirmək üçün təlim mərkəzi yaradıldı. Bu təlim mərkəzinə də mən, yəni təzə yaradılmış təlim mərkəzinə məni baş təlimatçı olaraq göndərildim və biz orada artıq yeni komandoları yetişdirməyə başladıq. Orada olan təlim mərkəzində olan bütün zabit gizirlər hamısı savaş görmüş, savaşdan çıxmış və demək olar ki, 70-80% yaralanmış şəxslərdir ki, öz təcrübələrini orada bölüşürdülər. Orada olan bütün zabitlər xarici ölkələrdə təhsil almışdı, zabit gizirlər hamısı təhsil almışdı, hamısı yüksək bacarıq və təcrübəyə sahib idi və öz təcrübəmizi bölüşdük. Həmin dövrdə hazırlanan komandolar 2022-ci il və 2023-cü ildə olan lokal antiterror əməliyyatlarında iştirak elədi və böyük uğurlar qazandıq. Xüsusi təyinatlarla paralel olaraq onların da danılmaz fəaliyyətləri var. Düzdür, onlar da şəhidlər verdi, yaralıları oldu, amma fəaliyyət sahəsi genişləndi və bu gün onların təlimləri davam edir. Dediyim kimi istər öz ordumuz daxilində onların təlimləri var, istərsə də siz zabit heyətinin xarici ölkədə təhsilləri davam edir ki, onlar gedib orada təhsil alırlar və sonra qayıdırlar. Burada öyrəndiklərini təkrar özlərindən tabeçində olan, özlərindən kiçik olan digər zabitlərə, gizirlərə və sair hərbi qulluqçulara öyrətməklə ordunun belə deyək də gücünü, imkanlarını daha da artırılır. Təşəkkür edirəm. Deməli, əslində mən bu mövzu hərbi olduğuna görə mən çalışdım ki, mümkün qədər
az danışım, konkret olaraq daha çox sən danışasan. Sən o qədər maraqlı danışdın ki, indi mən ağlıma bir ideya gəldi ki, ümumiyyətlə bundan sonra biz bir hərbi rubrika ayıraq və bu hərbi rubrikaları da sən apar. Yəni müvafiq qonaqları, hərbçiləri və s. yəni qaziləri dəvət eləyib bu hərbi rubrikaları konkret olaraq sən təşkil edəsən. Mən sənə bunu təklif edirəm belə. Burada qəfil ağlıma gəldi. Bu təklifimi nə cür dəyərləndirirsən? Ola bilər əslində, maraqlı bir təklifdir. Çox geniş məlumatlarım var və döyüşmüsən konkret olaraq. Bu əslində hər nə qədər sənin aspektindən baxanda bəlkə sən qeyri-təvazökarlıq edib, mən qəhrəmanam falan demirsən, amma əslində bir qəhrəmanlıq nümunəsisən və bu çox önəmlidir. Yəni xalq sənin kimi qəhrəmanları tanımalıdır deyə düşünürəm və sən mümkün qədər çox efirdə olmalısan. Yox, onu dediyiniz kimi qəbul eləmirəm, çünki bizim hamımızın bir borcu var idi vətən qarşısında, borcumuzu yerinə yetirdik. Bu mövzuda sizə qatılıram ki, bəli, bizim Azərbaycan xalqının, Azərbaycan mediası hərbi mövzularda biraz kasıbdır. Nə mənada kasıbdır? Çünki hər peşəsi, hər işi biraz qapalı bir peşədir və hər yerdə bunun haqqında danışmaq olmur. Amma Azərbaycan tarixində belə bir möhtəşəm bir dövr var ki, yəni belə bir qələbə var və mən də düşünürəm ki, bu qələbəni qazananlar, o qələbəni qazanmasında rolu olanlar, o cümlədən o qələbəyə qədər olan dövrdə yaşamış belə insanların bunu xalqa çatdırması lazımdır və təklifiniz çox maraqlıdır. Düşünürəm ki, üstəsindən gələ bilərəm. Əla olar, təşəkkür edirəm. Biz də buna görə bu istiqamətdə fəaliyyət göstəririk ki, Bəli. mən sənin kimi insanlar hərbi tərəfin danışsın və digər mövzularda mütəxəssislər, elit şəxslər müxtəlif mövzularda belə deyək də texnokratik də deyək, hər kəs öz yaxşı bildiyi mövzuları danışsın və bu maarifçilikdə bizim də az da olsa bir töhfəmiz olsun. Bir daha təşəkkür edirəm. Çox. Bu çox maraqlı bir podkast oldu. Düşünürəm ki, tamaşaçılar da bəyənəcək və bundan sonra sənin simanda hərbi rubrikalar olacaq. Artıq təklifimi də qəbul elədi İlkin bəy. İnşallah. Bu günlük bu qədər. Təşəkkür edirəm izlədiyiniz üçün. Görüşənədək.